Hamı özü üçün irili xırdalı, öz çapına uyğun sülalə düzəldir, klan yaradır və başlayır xımır-xımır kəsib doğramağa. Qulağımız öyrəşib böyük oliqarxların yekə siyahılarının ifşasına, amma bir də görürsən böyürdən bir başqa pəstaha çıxır və ya dananın böyüyü mü, xırdası mı damda qalıb. Siz əlbəttə bilirsiniz ki, deputatların da özlərinə görə cıqqılı-cıqqılı klanları var, yoxsa o mandat onların nəyinə gərəkdir ki? Allahın fəzailinin A4 ilə 3 səhifəlik mülk siyahısını yaymışdılar. Məlum olmuşdu ki, Bakının baş planının faizlə götürüləcək qədəri də onundur. Orada onun kimi 125 nəfər var. Bunların da arasında yekəsi var, xırdası var. Hamısı özünə görə bir ərbabıdır. Adətən də siyahılar nə zaman üzə çıxır? Vurulanda. Vurulmazdan öncə çıxan siyahılara söyüş qoyurlar, and içirlər, nəzir deyirlər ki, mənim deyil, kimsi bu etsə ona verərik və s. belə meymun işləkləri. Deputat Razi Nurullayevin ailə şirkətlərindən şikayət var. Əlbəttə, deputatdırsa müqəddəs işlər görməlidir. İndi Qarabağ tikməkdən daha müqəddəs nəsə varmı? Təbii ki, yoxdur. Ona görə də bütün bu dələduz zəvvarlar hərəsi əlinə bir stimeta götürüb soxulurlar oralara. Təvaf edirlər, büdcə kəsirlər, plan qururlar, tikinti aparırlar və o qədər uzaqlara aparırlar ki, tikinti fəhlələri də onları tapıb pulunu ala bilmir. Deyirlər ki, Razi Nurullayevin söykəndiyi Seyid Sarı adlı imişli oliqarxı işimizə gözümüzə bax, indi də bu təyinatlarla uğraşaq. Gərək ki, Bəylər Əyyubovun tələbə yoldaşıdır. O da, yəni Seyid Sarı da Rusiyadakı inşaat ortaqlarını yığıb gətirib Azərbaycana ki, gavur torpaqlarında dolanmağınız bəs edər. Gəlin, girişin buralara, vətənin müqəddəs guşələrinə və büdcədən ayrılan tenderləri həzm etməkdə yardımcı olun. Burada da hazır strukturlar var. Razi Nurullayevin qardaşlarının yeznəsinin daxil olduğu tikinti şirkətləri, orada da tender, ondan o tərəfdə Azərbaycanın əmlik büdcəsi. Tikirlər və günün birində də yadlarına düşmür ki, axı fəhlələr özü də prorab qarışıq hardasa uzaqlarda qalıb. Yəni gözdən itiblər. Onlarda bir günah yoxdur. Ona görə də fəhlələrin pulunu vermirlər, tapıb verə bilmirlər. Argument nədir? Heç nə. Müqəddəs fəaliyyətlərə görə təmənna olmaz. Hələ ki, bircə səmtdən 132 min manat maaş öhdəliyi qalıb, vermək fikirlərdə yoxdur. 132 min manat elə də böyük pul sayılmaz, amma baxır kimin üçün? Bəylərin tələbə yoldaşı üçün 132 min manat bir qutu doğum günü şokoladının qiymətidir. Deputat üçün bir ayın səyahət puludur. Fəhlələr üçün də sayına baxır. Lab 10 ildə dolana biləcəkləri qədər xırda vəsaitdir. 132 min manatın 132 mində dərdi var. Buna görə də bir dərdin ki, qiyməti 1 manat ola, ondan özünə borc etməyə dəyərmi? Əlbəttə dəyməz. Demək ki, bu borcu da beləcə silib rədd eləmək olar. 1 manatlıq dərdə görə o boyda deputat mandatını, Bəylər Əyyubovun tələbəlik biletini, imişli tikinti maqnatlarının layihə sənədlərini istirab və əzab predmetinə çevirmək olmaz. Ona görə də yaxşısı budur, unudun geçsin və salam. Kənar şəxslər üçün bilgi olsun deyə ərz edim ki, Razi bəyin qardaşı Hamlet adlı iş adamını öz tenderi daxilində işlədib pulunu vermir, verməyəcək də. Onlar tenderi alırlar Bakı Abadlıq adlı hansısa korrupsiya mərkəzindən, Eyyubov və Astroy adlı şirkətlər üçün. Elədirmi? Elədir. Razi müəllimin Həsən Hasil adlı qardaşlarının gözünün qarşısında və üstəlik Hasil Nurullayevin Mirqiyas adlı yeznəsi də oraya baxır. Bu qədər adamın əlindən pul qurtararmı? Axı özlərinin də dediyi kimi tenderində 1000 dənə dərdi var ki, o dərdlərin hər biri 1 manat deyil, daha artıqdır, ən azı 5 manatdır. Yəni tender qopartdığın korrupsiya mərkəzinə də babat faiz verməlisən axı. Beləcə fəhlələrə pul qalmır. Vətən bəyəm onların deyil, niyə işləyib vətəni abadlaşdırmasınlar ki?